Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz, dəyərli izləyicilərimiz. Hörmətli Elmir Amlaç kanalının müştəriləri, biz hal-hazırda Mərdəkanda yox, Mərdəkanda. Bura əsas Mərdəkan ərazisidir, düzdür? Mərdəkan ərazisidir, Cem Market var. Tanıyan var da, yəni bura gəlib gedənlər bilirlər Cem Market harada yerləşir. Cem Marketin arxasında, mən buradan baxıram mərkəzi yola, Cem Marketdən biz 200 metr məsafədə deyilik. Yəni Cem Marketdən 200 metrlik məsafədə sizə 7 sotun içərisində inşa olunmuş modern üslubda 7 sot 200 kvadrat qiymətin içəridə deyəcəm, amma indidən deyim ki, sizə qabaqcadan qiymətində ev sahibi söz verib ki, indi Natiqə söz verib ki, mən də indi Natiq çəkir. Natiqə söz verib ki, müştəri gətir, bəyənsin, mən bazarlıq eləyib o evi elə bir qiymətə verəcəm ki, bazarda yəni o endirimi heç kimə eləməmişəm. Bu evi başlayıram sizə təqdim eləməyə. Bax, həyətə girməmiş, burada bir dənə cip kimi var. Hansı ki, burada bayaq mən burada bir maşın saxlamaq olar. Mümkündür, yəni yeri var. Su sayğacıdır, işıq sayğacıdır, qaz sayğacıdır, hamısı yerindədir. Sonra buradan keçirik həyətə, giririk qarajın içərisinə. Gəl Natiq, mən bağlayacağım. Avtomatik olaraq butla təchiz olunmuş darvaza. Sonra burada piyada keçid qapısı. İki maşın yan-yana rahat dayanan, yan-yana üstü bağlı qaraj. Hətta maşınlar bura gəlsə əgər, bura qədər gəlsə, 4 də maşın dayana bilər qarajın altında. Ondan sonra keçirik, biz həyətə keçirik. Burada belə bir zolaq var. Hər sağı, solu, hamısı yaşıllıqdır. Bir daha söylüyorum, 7 sotdur. Üzbəüz bizdə hovuz var. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı, söhbətgah. Ev özü isə bu tərəfdə solda yerləşir. Göstərəcəyinizsə keçirik. Bura mətbəx otağıdır, ümumi giriş qapıdır. Ora qonaq otağıdır. Bura isə yenə deyirəm söhbətgahdır. Burada da hovuz var. 4 metrənin 8 metrəyə olan filtrli hovuzdur. Qazdır, sudur, işıqdır, hamısı daimidir. Bu tərəfi də zəhmət olmasa Natiq göstər. Qaraj tərəfi. Qoy buradan da görünsün. Ev yerdən 3 daş hündürlüyündə inşa olunub, tam yerdən deyil, bütöv olaraq. Ya buradan keçək söhbətgaha, Natiqə söhbətgahı təqdim eləyək. 3 pilləkən var. 1, 2, 3 pilləkən. Həm evdə, həm də söhbətgaha keçid hissəsində. Söhbətgahımız isti döşəmədir. Birbaşa həyətə, ümumi giriş hissəyə baxır. Hamısı cam balkonla təchiz olunub. Söhbətgahın daxilində. Burada bir barbekü aparatı qoyublar. Söhbətgahın daxilində. Baxın, evin texnik otağı yerləşir. Bu evin texnik otağıdır. Sonra, burada isə bir dənə də burada otaq var. Burada da xəttlər hamısı çəkilib. Soyuq su, isti su, bir də kanalizasiya xətti. Kimsə istəsə burada mətbəx mebeli yığılar. Burada da bir dənə belə çamaşırxana kimi istifadə eləmək olar gələcəkdə. Mümkündür. Xəttlər də burada hamısı var, qoyulub. Məncə burada çamaşırxana eləmək olar ki, evin içərisində olmasın. Çünki buradan evin içərisində keçid qapısı var. Göstərəcəm onu da sizə. Bura hovuz hissəsidir və həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır burada. Buradan keçək Natiq ümumi giriş hissəyə. Ehtiyatlı ol, düşərsən. Buradan gələ bilsənsə gəl. Evin ön hissəsidir, modern. Qiymət start olaraq, başlanğıc olaraq 430.000 manatdır. Baxın, 7 sot torpaq. Torpağın sotu burada 25.000-dən ucuz deyil. Yəni, mümkün deyil. Yuxarıdır ki, aşağı deyil. Yəni, tapmaq olmaz. 7 sot torpaqdır, qarajdır. Burada gördüyümüz lanşaft hissəsidir, hovuzdur, tikintidir. 200 kvadrat hələ tikinti var. Qiymət, inşallah bir daha söylürəm, yenə də endirim olunacaq, özü yaxşı endirim olunacaq. İndi isə keçək evin daxilinə. Evin daxilinə keçməmiş, burada belə bir veranda da var. Mətbəx otağının qarşısındadır. Oturmaq mümkün olar. Yaxşı bir evdir. Bir daha söyləyirəm, bu ev, belə deyim də, qalıb bazarda. Yəni, o pis mənada qalmayıb. Sadəcə gözdən yayınır, bəzi içi mən qarışıq əmlakçılar yadından çıxardır. Ona görə mən gəldim bugün, Natiqdə ki, gedək bunu çəkək. İkinci qışını görür. Burada nəsə bir problem olsaydı, indiyə dağılmışdı və yaxud da nəsə olmuşdu. Bəzi müştərilərimiz bizim keyfiyyət haqqında danışır. Vallahi nə varsa gəzmişəm, heç bir problemi yoxdur. Kupçadır, torpaq da evdə, bütün kommunallarda yerindədir.
Buyurun keçək evin daxilinə. Evin ümumi giriş hissəsi, dəhliz. Geniş dəhlizdir. Burada da dolablar yığılıb, hamısı yığılıb, hazırdır. Dolab, ayna, oturub giyinmək üçün bir də asılğan var burada. Sol tərəfdə həyətdə göstərmişdim. Burada mətbəx otağı yerləşir. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub, mətbəx mebeli yığılıb. Çatışmayan nə varsa, yəni bütün əşyalardan falanlardan söhbət getmir ha. Hə, yəni ki kimsə istəyərsə, qiyməti danışıb ev sahibinə əşyaları da doldura bilərik. Yəni biz yox ha, biz hər şeyə söz verib, yəni üstündə dayana bilməm. Ev sahibi eləyə bilər, problem yoxdur. Yəni narahatçılıq yoxdur. Birinci yataq otağı, böyük, geniş yataq otağıdır. Bunun da daxilində sanitar qovşağı var. Bir dənə yataq otağı burada göstərdim. İkinci yataq otağı buradadır. Artıq keç, göstər. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Siz gəlin, baxın evə, bəyənin, təklifinizi verin. Allahın köməyi ilə yəqin ki, ev sahibi ilə razılaşa biləcəksiniz. İnşallah. Bura qonaq otağıdır, geniş, böyük bir qonaq otağıdır. Bütöv pəncərələri hamısı həyətə baxır. Mən bayaq söhbətgahda demişdim, hansı ki, evin də qonaq otağı ilə birlikdə söhbətgaha işıqlar yanar inşallah. Keçidi var. Həm söhbətgaha, həm də qonaq otağı ilə arasında bir qapı var. Üçüncü yataq otağı da burada yerləşir. Əziz və dəyərli izləyicilərimiz, çox sağ olun. Bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın. Mən inanıram ki, bura isti poldur, isti döşəmədir. İnanın, buranı elə düzəldib, burada oturub, qonaq otağından məncə heç kim istifadə eləməyəcək. Elə burada oturacaq, burada da hər şeyini yığacaq, mətbəxin zadını buradan istifadə edəcək. Görüntüsü, keyfiyyəti, yenə deyirəm, superdir. Çox sağ olun, minnətdaram bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.